Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh və təvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm salatan və səlamən daimin mütələzimin ilə yevmiddin. Allahümmə enfa'ni bimə əlləmtənə və əllimni mə yənfa'uni və zidni ilmə. Sonra Buxari rahiməhullah bab açır. Bəbul uzəqi vəl muxati və nəhvi fi'l-thawb. Burada yəni, təbii ki, hər şey deyilməli də açıqdır. Burun selini və ya tüpürcəyin paltara bulaşması. Paltara bulaşdığı halda onunla namaz qılmaq olarmı, olmazmı? Deyir ki, Mərvan radiyallahu anh deyir ki, xaracən Nəbi sallallahu aleyhi ve sellem zəməni Hüdeybiyyətə. Hüdeybiyyə zamanı o vaxtda deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemdə çıxdıq. وَمَا تَنَخَّمَ النَّبِي صلى الله عليه وسلم نخامة إلا وقعت في كف رجل منهم فَدَلَكَ بِهَا وَجْهِ وَجِلْدَهِ. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o vaxt deyir, burnunu təmizlədi, əlinə, cildinə, bir kişinin yanındakını deyir, əlinə və cildinə dəydi deyir. Sonra gətirir ki, Ənəsdən, radiyallahu-dan, bəzəqə nəbisən fi'l-thawbihi. Peyğəmbər sallallahu aleyhi və səlləm tüpürcəyi, hansı ki, tüpürdü və deyir, paltarına düşdü. Bu haqda rəvayətlər çoxdur. Ümumiyyətlə, tüpürcək, burun seliyi, bunlar heç biri nəcis sinifindən deyil. Nəcis sinifindən deyil. Deyək ki, namazda olda insandır, heç nə yoxdur, bəlğəm gəldi. Nə etməlidir? Məscidə mi tüpürməlidir? Yoxsa necə? Orada bir çox hədislər var. Üstün odur ki, məscidə qəti olmaz. İndi özünü saxlayanmadı, o tamam başqa şeydir. Əgər heç nə yoxdursa da, ya qoluna mı, ya bir şeyə mi, nə etməlidir? Çıxartmalıdır. Çıxartmaq istəyirsə də, təbii ki, yəni, çıxartmalıdır. Ya ki, namaz, Ramazan ayıdır. Oruç tutsan, elədin ki, bəlğəm gəldi ağıza. Boğazdan qaydarsa da problem yoxdur. Ağıza gəldisə də məcburi neysə udmaq olmaz. Neysən çıxartmalısan. Orada artıq nədir, heç nə yoxdursa da, ya qoluna mı, ya nəsə çıxardıq nədir, onunla şeyliysən, özünü o çətinlikdən çıxardırsan. Bunlar bu halda artıq nədir, olmaz. Nə olmaz? Məscidə tüpürmək olmaz. Məscidə nədir, orada nədir, gəlmir. Və ya nəsə ağzından çıxdığı yerdə kimsə getdi, məsələn, insansan da, məsələn, olur da, qardaş, maşındır və yaxud nəsə getdiyin yerdə tüpürdün, getdi, birinin paltarına düşdü. Və yaxud da əlinə düşdü və ya cildinə düşdü, hərsə bir şey. Yəni, onunla insan namaz qıla bilər. Yəni, nəcis sinifindən deyil. Aydın oldu mu, yəni? Məsələ bundan əsasən nədir, ibarətdir. Kələmu fi hədəl bəbi ən fədalətəl insan ən yəqul bəbi buzəq və muxati və nəhvi fi'l-thawb. Yəni, həl huvə nəcəs nəvlə. Burada həqiqətən də deyil, insanın fəzilətindən bildirilir, xəbər verilir ki, bu haqda düşərsə də üzərinə insan namaz hökmü və yaxud da ki, adi bir hökmü, paltarın hökmü nədir? Buradan da çox faydalar çıxır. İnsanın murdar olmaması, saf olması, yəni tüpürcəyin nəcis olmadısa da insan özü demək özü nədir? Murdar deyil. Həmən yerə itin ağzını sel dəysə nə olardı?
yuyulmalıdır. Elə deyilmi? Yəni, bu da artıq demək, insanın Allah Subhanahu taala onu necə gözəl, necə biçimdə yaratmasından xəbər verir. ثم ذكر حديث صلح الحديبية وأن الصحابة رضي الله عنهم كانوا مع النبي صلى الله عليه وسلم لا يتنخموا نخامة إلا وقعت في كف رجل منهم ذلك بها وجهه بالجلد. Yəni bir insan deyir, orada deyir, hansı Hüdeybiyədə əlinə və yaxud da dilinə, ovucun içinə deyib düşdü deyir, onda artıq nəcisdən sayılmadığını xəbər verdilər. Və tə'ələmun ənəhu fi sulh Hüdeybiyyə qad sadda müşrikun Nəbi sallam el-vusul ilə Məkkətə hamiyyətə lil-cahiliyyəti mə'ənəhu ləv cəə Luka'u ibn Luka ya'tamira ləm yasudduhu lakin hamiyyətə cahiliyyədə əvcəbət ən yasudduhu. Deyir ki, bilirsiniz ki, Hüdeybiyyə sazişi elə bir sazişdir ki, orada müsəlmanları həcc etməyə nədir? Qoymadılar. Oradan nədir? Hansı ki, çıxartdılar və qoymurdular. Və sarətil murasələtu beynəhu və kən Nəbi s.ə.v yənhə ən yəqumə rəculu alə rəcul kəmə təf'alu ə'camu məmulukihə illə fi zəl yevm fəinnəl Muğayret bin Şu'bə kənə vaqifən alə rəs Nəbi s.ə.v və mə'u seyfi ihtirama və ta'zimə və kənə s.ə.v idə təkəlləmə ənsatu və la yətəkəlləmu əhədu minhum və idə tənəxəmə nuxatan istiqbəluhə bəydihim və dələku bihə vücuhəhum və sudurəhum. Deyir ki, sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi ve sellem danışanda deyir, nədir? O susurdu. Danışan zaman deyir, onun deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin tüpürcəyi nesə bunun əlinə düşür. O deyir, neyinir? Belə üstünə başına təmizləyir. Bu nədən xəbər verir? Tabarruq. Həm burada, həm də Peyğəmbər sallallahu aleyhi ve sellem tüpürcəyinin tabarruq olması. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləmin hər bir şeydə istə suyundan içəndə və yaxud da onun tüpürcəyim deyək, o nədir? Təbərruqdur. Təbii ki, o da Allahın ona verdiyi Peyğəmbərlik əlamətlərindən nədir? Biridir. Bunu hardan çıxardırıq? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sabah deyib bu bayrağı bir nəfərə verəcəm. Allah onu sevir, o da Allah sevir. Hətta Ömər radiyallahu anh da nə deyir? Biraz başımı belə çıxartdım ki, birdən mənə verər də. Yəni, elə həmişə deyir, çəkilərdim dala deyir. Amma bu səfər deyir, çox istədim ki, mənə da verirsin. O elə bir şeydir ki, Allah onu sevir, o da Allahı sevir. Allah sevdiyi insan nə deyir? Cənnət əhlindəndir. Və deyir ki, Eynə Aliyyim, Əli radiyallahu anh. Və dedilər ki, gözü ağrıyır. Və deyir, çağırtdırdı, bəsaq ayni deyir, gözlərinin nədir? Bəsaq tüpürdü mənasındadır. Bəzi şeylərdə fürdü gəlir, amma əsasən nə deyib? Bax, tüpürcəklə yox da, bax belə. Hərdəsə çıxır. Tüpərən kimi həman nədir? Sağaldı. Yəni, bu da təbii ki, təbarruq, o da ki, Allah subhanahu wa ta'alanın ona verdiyi bir peyğəmbərlik əlamətlərindəndir. Və ona görə bu şeylər deyil nədir? Peyğəmbərlikdə, peyğəmbərlərə verilən bir möcüzədir. Və mə kənu yəf'alunə hədə fi əyyəmə ədiyyə. Lakin min əcli iğadətil müşrikin. Liənnə kullə şeyin təğdir bihi müşrikinə fəinə thəvabun ləkə indəllah. Deyir ki, bu şeylərə görə deyir, müşriklər baxıb deyir, qəzəblənirdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu qəhsən edirdi ki, müşriklər qəzəblənsin. Yəni, tüpürcək məsələlərini deyir, qəhsən edirdi ki, onlar da deyir, nə deyir, qəzəblənsinlər. Və sonra ayəni gətirir ki, ayədə gəlir, وَلَا يَتَعُونَ مَوْتِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَيْلًا إِلَّا كُتِبَ لَهُمْ بِهِ عَمَلٌ صَالِحٌ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ. Deyir ki, kafirləri qəzəbləndirən elə bir atılmış addım düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl qazanılmasın. Yəni ki, kafirləri elə bir şeylərlə qəzəbləndirirsən ki, yəni bu da icazəli bir şeydir. Baxsan ki, bu şeyə qəzəblənir, deyirsən, ona eləyirsən ki, o qəzəblənsin. Qəzəbləndikdə də artıq nədir? O şeydən
ola bilsin ki, hətta əcr də gəlir. Onları hansı ki, qəzəbləndir. Bir dənə sünnə əməl edirsən, qəzəblənirlər. Məsələn, ayədə var ki, Fəth 29-da sahabələrin haqqında ki, etdiyi əməllər kafirləri neyiniyər? Qəzəbləndirər. Oradan da çıxır ki, bir sahabənin hansısa bir əməlinə nifrət, buğd eləyərsən ki, o əməl salih əməllərdəndir, hansı ki, İslamda olan bir şeylərdəndir, buğd eləyərsənsə də insan özünü küfrə salır. İnsan özünü küfrə salır. Və ona görə də məsələn, rafizilər nə deyir? Gəlir deyir ki, xurma bağlarını vermədi. Atasından qalan, Əbu Bakr radiyallahu haqqında da. Gəlir deyir ki, atamdan qalan bağlar, deyir, atamdan biraz qalmır. Niyə? Çünki Peyğəmbərlərdə nədir? Biraz qalmır. Və onlar da nə dedilər? Öz deyir, rafizlər nə dedi? Deyir ki, Fatiməni deyir, şeylədilər, boyladılar, bağları da əlinə keçirdilər. Və başladı neyləmə? Küfür etməyə. Amma hansı ki, Əbu Bakr radiyallahu nədir? Haqqı dedi, Peyğəmbərlərdən miras qalmır. Miras qalmaz axı Peyğəmbərlərdən. Heç nə, hamısı nədir? Allah üçün şeydir. Və buna görə sən ona qəzəbləndinsə də, hansısa bir firqə küfür etdinsə də, heç küfür etməyə ehtiyac yoxdur. Qəzəbləndir, onun əməlinə nifrət etdinsə də, bilmə nəyə nifrət elədinsə, şəriətə nifrət elədin. Və bununla da nədir? Küfrə düşürsən. Sahabəni söymək özü nədir? Küfürdür. Sahabəni söymək nədir? Küfürdür. Ancaq buradan faydalar çıxır ki, əgər qəzəbləndirilən bir hansısa sahabənin bir əməli səni qəzəbləndirir və ona tənqid edirsən, buğd bağlayırsansa, o səni küfrə sala bilər. Küfrə sala bilər. Dəlilun alə ənə nuxatə tahir. Kəzəlikə kullu yaxrucu minəl insan minəl riqi vəl-ənfi vəl-udini vəl-ayni vəl-ciddi. Kull hədə tahir. Ümumi qayda olaraq şəx gətirir ki, insandan çıxan deyil, burun seliyi, ağız seliyi, tüpürcək və yaxud da qulağından çıxan bir şey, su və yaxud da nəsə, gözündən gələn zığ və yaxud da ki, yaş, fərqi yoxdur hər şey, yəni bunlar heç bir nəcis sinifindən deyil. Və insan var ki, namazını qılır, məsələn, görürsün, gözü ağrıyır da, nəsə gəlir. Götürür salfetlə mi, yəni nə ilənsə, nədir? Təmizləyir. Bu nədir? Sən namazın batil edirmi? Eləmir. Və yaxud da ki, qulaqdan. Çoxdur da, namaz qılmaya nəsə giyişir, belə-belələrdən nəsə çıxdı. Məsələn də, o qədər olur ki, yəni. Bu artıq sən namazın batil edirmi? Eləmir. Bu cür şeylər insanın nədir? Namazını batil etmir. Və yaxud da nəcis sinifindən ümumiyyət nədir? Deyil. İllə mə yəxrucu min səbilin fə innəhu nəcasun. Yalnız keçdiyimiz kimi, bildiyimiz kimi iki yerdən çıxan bir şeylər dəstəmazı, namazı pozur. Aydında məsələ yəni. İki yerdən. Dubur və subul. Ön və arxadan. Və dəmu ərəftum xiləf fihi fīmə səbəq həl huvə tahirun əv nəcəsun. Qana gəldikdə isə, keçən səfərdə deyə keçdik, o alimlər arasında nədir? İxtilafdır. Və istədəllə müəllif rahiməhullah əynən alə taharətin nüxati bi hədithə əxr və hədithə Ənəsin. Ənəs radiyallahu anhdan rivayət olunan hədisdə də deyir, alim şeyx deyir, buna dəlil olaraq götürür ki, nədir? O da təmizdir. Bu haqda böyük alimlərdən gətirənlər var, onun hansı ki, təmiz olması haqqında və bu da deyir, hansı ki, nəcasətə dəlil deyil. Və sonra şeyx yeni bir bab açır. İnşallah ki, burada kifayətlənək. Allah subhanahu bizə faydalanlardan etsin. Subhanallah və bihamdihi, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.